Top ateşinin gürültüsü səmanı yararkən, tankın lüləsindən çıxan alov vətənin haqq səsini daşıyırdı. Və bu anlara fotoaparatın pəncərəsindən baxanlar igidliyin hər kadrını əbədiləşdirərək zəfərin yaddaşını yaratdılar. Evlərin uçduğu, torpağın sarsıldığı, göyün tüstüyə büründüyü bir şəraitdə fotoqraflar titrəyən əlləri ilə baş verənləri əbədiləşdirdilər ki, dünya unutmasın. Müharibənin ilk günləri idi, yanımda deyil, ayın 29-u idi, 30-u idi, sentyabrın təxminən. Gəldik, orada bir sakindən müsahibə alaq, o dağıntıları göstərdi ki, öz mülki idi, evi idi, mərmi düşüb, ev dağılıb. Biraz keçmədi, bir 50-100 metr məsafədə gördük, bir dənə ev uçdu, düşdü, qalxdı, səs, yer sirkələndi. Elə kişi danışan yarı yolda qoyduq, onu qaçdıq ora ki, gedək, görək nə var orada. Birbaşa bu idi. Qaça-qaça ora mən beynimdə bir saniyəli, bir ani bir şey fikirləşdim ki, bu 50-100 metr dedi, o bu tərəfə də düşə bilərdi və biz sizlə də danışmayacaqdıq. Bu fotolarda qələbənin unudulmaz xatirəsi və əsgərlərin igidlikləri əks olunur. Onlara baxanlar yalnız müharibənin izlərini deyil, həm də xalqın yenilməz ruhunu görürlər. Görürəm ki, hamısı ağlayır, sevinir, bayraqları, fişəngləri yandırırlar. Gördüm nəyən kişi böyük bir bayraq əlində tutub sirkələyir, amma istədiyim kimi sirkələnmir. Baxdım o kişiyə, o da mənim neçə metr məsələ, o mənim gözüm baxdı, mən də onun gözünə baxdım. O kişi, o bayrağı belə sirkələmirlər. Əllərini göstədirəm ki, geniş sirkələdə, o moment başa düşdü məni. O doğrudan o başa düşdüm ki, o bizim o zəfərimiz. Bu fotolar dünya mediasında yayılaraq qorxu, dağıntı və insanlıq dramını nümayiş etdirdi. Fotoqrafın əziyyəti və fədakarlığı nəticəsində hər kəs müharibənin əsl üzünü gördü. Gəncənin vurulmasında biz ərazini dronla çəkiliş elədik. Çünki işin nə qədər böyük olduğunu, maştabını yer çəkimlərindən o qədər də göstərə bilmirdik. Hava işıqlanan kimi dronu qaldırıb çəkimlər elədik. Və Anadolu Agentliyi sayəsində bütün dünyada, bütün yerli Azərbaycan mediası, dünya mediası, Türkiyə mediası həmin görüntülər paylaşırdı. Müharibənin alovu hər yanı bürüyəndə onlar geri çəkilmədilər. Bu kadrların hər birində bir həyat, bir itki, bir dirəniş vardı. Onlar təkcə müharibəni deyil, onun içindən doğulan şanlı zəfəri də çəkdilər. Müharibə bitdikdən sonra bildiyiniz kimi Azadlıq meydanında zəfər yürüyüşü oldu, hərbi keçid nümayişələndirildi. Həmən keçid zamanı bir ordumuzun əskəri cənab prezidentin dəmir yumruğunu mənə göstərərək belə mənə poz verdi. O foto həmən ərəfədə demək olar ki, çox yerlərdə yayınlandı. Bu kadrlar yalnız tarixə şahidlik etmir, həm də xalqın şanlı zəfərin xatirəsini gələcək nəsillər ötürür. Arzu Yusif, Miraziz Mirəlioğlu, Elçin Tağıyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.